Mən bir terapevt olaraq tez-tez qəbuluma tənginəfəsliyi olan pasiyentlər müraciət edir. Bildiyimiz kimi tənginəfəsliyin bir çox səbəbləri var. Ürək-qan damar sistemi problemləri, ürək çatışmazlığı olsun, ürəyin işemik xəstəliyi olsun, ağciyərin problemləri, misal üçün xroniki obstruktiv bronxit, xroniki bronxit, bronxial asma və yaxud anemiya səbəbindən yaranan tənginəfəslik, bəzən heç bir problemi olmadan emosional fonda yaranan tənginəfəslik, yəni vegetativ sinir sisteminin oyanıqlığından olan tənginəfəslik, bu daha çox gənclərdə rast gəlinir. Bu şikayəti araşdırmaq üçün bir çox müayinələrə bəzən ehtiyac olur. Qan təhlillərinə, ürək müayinəsinə və nəhayətdə əgər biz bu halın bronxlarla və yaxud ağciyərlərlə bağlı olduğunu düşünürüksə, o zaman spirometriya müayinəsindən istifadə edirik. Spirometriya tənəffüs funksiya testidir. Əslində qısa müddətli, qansız, ağrısız və çox da böyük məsrəflər tələb etməyən müayinə metodudur. Bu kabinada pasiyent əyləşir. Biz verdiyimiz tövsiyələrlə nəfəsini dərindən alır, sonra kəskin buraxır və bronxların obstruksiyası və yaxud sağlamlığı haqqında olan informasiya burada ekranda öz təcəssümünü tapır. Və orada olan rəqəmlərə görə, göstəricilərə görə biz tənginəfəsliyin əslində olan səbəbini araşdırmış oluruq. Bir şey deyim, əgər bronxial asma vaxtı-vaxtında bizə müraciət edərsə, o cür pasiyent müalicəsi adətən qənaətbəxş olur və vaxtında təyin olunan preparatlar xəstənin uzun müddət remisiya halında olmasına və həyatını tam rahat, normal xəstə olmayan insanlar kimi qurmasına, istər idmanla məşğul olmasına, hətta vokal sənəti ilə məşğul olmasına heç də mane olmur. Beləliklə, istənilən halda tənginəfəsliyi araşdırmaq, onun səbəblərini öyrənmək vacibdir.